Mən günahkar değilim. Mən xain oldum. Evden çıxanda qapını bağlamadım. Qanımdan, köklərimdən, adlarımdan çıxdım. Ana gecə mənim üçün dua edirdi, amma mən onun dualarını yad zənglərlə dəyişirdim. Qardaşım inanırdı ki, mən hələ də eyni insanam, amma mən üzümü onun gözlərindən silirdim. Qardaşım qoruyurdu məni, mən isə özümü daşıdım əlimdən. Bilirəm, hər addımım ağrı gətirirdi. Bilirəm, hər hərəkətimin qiyməti var idi. Amma keçici xoşbəxtlik ən yaxınlarımdan daha vacib oldu. Mən ananı xain etdim, onun inamını və ağ saçlarını. Mən bacımı xain etdim, onun qorxusunu və susqunluğunu. Mən qardaşımı xain etdim, onun etibarını və şərəfini. Amma ən dəhşətlisi, mən öz oğlumu xain etdim. Ona nə baxırdı artıq uşaqlar kimi deyil. Sanki bilirdi bilməməli olduğu hər şeyi. Mən ona dedim hələ anlamırsan, amma o sadəcə gözləyirdi ki dayanım. O mənim utancımı səssiz daşıdı. O böyüdü, mən isə gizləndim. Hər dəfə özümü aldadaraq qısa müddətlikdir hər şeyi düzəldəcəm, amma sonda o mənim xəyanətimin daşıyıcısı oldu. Mən gecələr üçün rahatlığı seçirdim, amma illəri itirirdim. Düşünürdüm özümü satıram, amma əslində onu satırdım. Mən ananı xain etdim, məni dünyaya gətirən insanı. Mən bacımı xain etdim, ailəni qoruyan qardaşı. Mən qardaşımı xain etdim, mənim saf olduğuma inananı. Amma ən böyük günah, mən öz oğlumu xain etdim.